yeni bir mövzu haqqında danışmaq istəyirəm. Bu hədis Sur-i Kahfədə qeyd olunur, bəzi İslami kitablarda qeyd olunub. Məli İbni Xənis adında İmam Cəfər Sadiq əleyhissalamın sahabəsidir. Bu İmam Cəfər Sadiq əleyhissalama bir sual verir. İmama buyurur ki, müsəlman boynunda olan haqları nədir? Hüquqları nədir? İmam əleyhissalam əvvəl bunu demək istəmir. Sonra sahabə təkid eləyir. İmam belə cavab verir ona ki, qorxuram bunları bilərsən, sonra əməl eləməyəsən, zay eləyəsən. İmama söz verir ki, xeyr, mən bu sözləri zay etməyəcəyəm. Bundan sonra Həzrəti İmam Cəfər Sadiq əleyhissalam ona buyurur ki, müsəlman boynunda 7 haqqı var. 7 haqqı var. Və bunların ən kiçiyi budur ki, hədisi söyləyir. Ən tuhibbə li əxikəl muslim mə tuhibbu li nəfsik. Və tukrihə ləhu mə tukrihu li nəfsik. Deyir, ən kiçiyi budur ki, o şeyi ki, özün üçün istəyirsən, özün üçün sevirsən, ən tuhibbə li əxik. Onu öz müsəlman qardaşın üçün istə. Bir şey ki, özün üçün istəyirsən, bunu öz müsəlman qardaşın üçün də elə istə, sev. Neyi ki, özün üçün istəmirsən, bunu müsəlman qardaşın üçün də istə. İmam buyurur ki, ən kiçiyi budur. Ən kiçiyi budur. Amma oturub dərin fikirləşsək biz, dərin fikirləşsək, bu hədisin dərinliyinə getsək və hər bir müsəlmanı bu sifətlə görsək, müsəlmanlar dünyada bir nömrə olar. Yer üzərində müsəlman icmasında heç bir problem olmaz. Hər yerdə xeyr var. Hər yerdə xeyr var. Hər bir müsəlmanın problemi həll olub. Müşkülə aradan gedib. Narahat müsəlman yoxdur yer üzərində. And ol Allah'a deyirəm. Bu günləri müsəlmanların geriliyinin səbəbini İslamda görürlər. Amma səbəbi İslam deyil, müsəlmanın özüdür. Müsəlmanın müsəlman haqlarını yerinə yetirməməsidir. Vallahi. Biz İslamı bu qədər görürük, namaz kimi, oruç kimi, ziyarətlər kimi, bəzi dini ayinlər kimi. Bu müsəlmançılığın ibadət hissəsidir. Əslində bu ibadət hissəsində müsəlmanı, xristiyanı, yahudisi fərq eləməz. Onun da öz ibadəti var. Sənin də ibadətin var. Onun da namazı var, orucu var, sənin də öz namazı, orucu. O şəkilləri fərqlidir. Yəni, şəkil məsələ deyil əslində qalanda. Şəkil məsələ deyil. Məsələn, bizim qıldığımız namazı Həzrəti İbrahim qılıb, sual versə deyəcəksən, yox.
Bizim qıldığımız şəkildə qılmayıb ki. Amma ibadət eləyib, namaz qılıb. İbrahim, Musa, İsa şərt deyil ki, ibadət elə bu şəkildə ola. Bu günləri ümməti müsəlman üçün, Peyğəmbər ümməti üçün şərtdir. Çünki Peyğəmbər təyin edib, Allah təyin edib. Amma ibadət olaraq şərt deyil. Fikrimi başa sala bildim. Yəni, İslamı şəkilləndirən, müsəlmanı şəkilləndirən fəqət ibadət olmamalıdır, xislət olmalıdır, ünsiyyət olmalıdır, ümmət olmalıdır, ümmət. Bu günləri dünyada ümmət-i Muhammed yoxdur. Yoxdur ümmət-i Muhammed. Müsəlmanlar var, amma ümmət yoxdur. Ümmət odur ki, hər bir müsəlman bir hədəf uğrunda çalışır. Bir əqidə, bir hədəfdə birləşər. Onda olacaq ümmət. Allah Quran-ı Kərimdən Nəhl surəsi var, arı. Arıdan bizə misal çəkir. Arıdan bizə misal çəkir Quran-ı Kərimdə. Yəni, onun həyatına deyir ki, baxın, həyatınızı onun həyatı kimi eləyin. Allahu Ekber, qarışqanın üzr istəyəm, hələ qarışqa olsun da. O da bir misal çəkilir orada. Arının həyatını deyir, öz həyatı, müsəlmansan, insan, heç olmasa arı kimi o. Görərsən, arı gedər bir yerdə gül tapar, çəmənlik tapar, gələr hamısına xəbər verər ki, gəlin oradan şirə toplayaq. Bir arı əgər ümumi məqsədə xidmət eləməsə, ümumi məqsəd nədir? Qışa bal toplamaq, tənbəllik eləsə, onu nə edərlər? Çıxardarlar, atarlar. Yüzlərlə misalları var ha burada. Biri əgər zəhərli o bir maddə götürüb gətirsə, o güllərin içərisində zəhərli maddələr də olur. Onu öldürərlər ki, sən mikrob gətirdin bura. Aradan apar, öldürərlər onu. Balın içində bastırırlar onu. Amma biz ümmət-i Muhammed olaraq bizim edəcəyimiz işlər bundan ibarət olduğuna baxmayaraq bizdə heç onun yaxınlığı yoxdur. Müsəlman deyirik özümüzə, amma ümmət ola bilmirik. Niyə? Çünki bu şərtlərə əməl etməmişik. İmam buyurur, özün üçün istədiyini müsəlman qardaşın içində istə. Özün üçün sevdiyin bir şeyi müsəlman qardaşların içində sev. Zahirdə qəşəng görsənir, pafoslu bir sözdür, şirindir, maraqlıdır. Hər kəs fikirləşir ki, bəli, müsəlman qardaşlarım məni üçün, özləri üçün istədiyini nə etsinlər, istəsinlər. Sən də istə. Bunlar qarşılıqlı olan bir şeydir. Məsələn, mən özüm üçün nə istəyirəm? Sən özün üçün nə istəyirsən? Sən istəyirsən ki, sənə hörmət olunsun. Sən bir məclisə girəndə sənin üçün qalxsınlar ayağa, hörmət eləsinlər. Nə etməlisən? Sən özün də müsəlman qardaşlarına hörmət eləməlisən. Sən də onlar üçün ayağa durmalısın. Mən istəyirəm, mənim qeybətimi heç kəs etməsin. Sən də müsəlman qardaşların üçün bunu istəməlisən. Yəni, nə qeybət etməlisən, nə qeybət olunmağa şərait və imkan yaratmamalısan və verməməlisən. Mən ruzumun çox olmasını istəyirəm. Əminamanlıq istəyirəm. Nə edirəm? Dua edirəm özüm üçün. Bunu bütün müsəlman qardaşlarım üçün də deyəcəksin. Kiçik bir şeydir də. İnsan özü üçün nə istəyər? Elə qarşıdakı duran mümin müsəlman qardaşın üçün də bunu istəyəcəksən. Burada buyurulur ki, bərabər elə.
Yəni özün üçün istədiyini onun üçün də istə. Bəzi hədislərdə deyir, onu özündən qabağa sal. Bir dənə tikə qalıb burada. İstəyirsən onu yemək, ver o müsəlman qardaşım. Yəni onu özündən bəzi yerlərdə qabağa sal. Bu nedir? Bu müsəlmanlığın neydi? Bu müsəlmançılığın ruhudur. Bu müsəlmançılığın xislətidir. Canıdır. Bu olmadan yoxdur müsəlmanlıq. Bu bilirsiniz əslində həqiqətdə nədir? Biz deyirik ümməti Muhammed. Bu mənləri biz etməkdir. Mənləri biz eləməkdir. Amma biz müsəlmanları bəzən bizləri mənlərə çeviririk. Allah bəlanı onda göndərir. Allah insanı onda tənha qoyur. Allah insanı onda özü başına bıraxır. Hər kəs ki bizləri mənlərə çevirsə, bir vəhdəti dağıtsa, Allah onu da öz başına bıraxacaq. Fitnələrin ən böyüyü budur. Quran da belə buyurur. Maidə surəsində buyurulur ki, yaxşılıq və təqva üzərində bir-birinizə kömək edin. Yaxşılıq və təqva üzərində bir-birinizə kömək edin. Biz dua edirik ya, İlahi, bizi təqva üzərində qərar vericilən. Müsəlmanın işi budur. Təqva üzərində, Allahdan qorxaraq, başının üzərində Allahı görərək bir-birinə yardım eləsin. İndi bunlara yenə də toxunacaq məsələlərə. Və bunlardan biri də budur ki, özün üçün istəmədiyini qardaşın üçün də istəmədən. Bilirsən bu pisdir, buna şəriət lazımdır, çox maraqlı bir şeydir də bu, hə? Məsələn, bir insan bunu bilsə, ibadət ayinlərini bilsə və heçini də bilməsin. Bu kəlmə üçün heç bir şərii məsələ, böyük əxlaq kitabları, ustad, müəllim, axund, moizə, mübəlliğ, heç biri lazımdır. Qardaş, sən bu sözü, bir söz ki var, o söz sənə deyiləndə narahat olursan, inciyirsən, istəmirsən sənə o cürlə söz deyilsin, sən də demə. Bir kəlmə. Sənə azar deyiləndə narahat olursan, heç kəsə azar demə. Sənə can deyiləndə ləzzət alırsan, sən də nə can? Nə olur ki burada? Necə şey var ki? Allah rəhmət etsin, o kişiyə bir dəfə də misalını çəkmişəm. Kəndimizdə İsa müəllim var idi, hə? Ruhuna salavat göndərək. Bizim qohumluğumuz var idi. Oturdu, misal çəkir, uşaqlar bir-birinə görsən nəsə düz gəlmirdi. İndi necə başa salsın? Dedi, o iynəni götür, yəni xəyalı, o iynəni götür, o sancağı götür, bir dənə batır özüvə, batırdın, incidəcək səni, hə, incidəcək. Deyək, onu da batıran da incidir. Səni incidən onu da incidə bilərsən. Tamam. Özün üçün istəmirsənsə, başqaları üçün də istəmə. Oldun bir nömrə. Və ümmət buna əməl eləsəydi, inan Allaha fəth eləyərdi. Fəth eləyərdi. Dünyanı fəth eləyərdi. Qılıncsız fəth eləyərdi. Silahsız fəth eləyərdi. Raketsiz fəth eləyərdi. Hər kəs müsəlman olmaq istəyərdi.
Bir nəfər qoyub çıxıram bez. Kənarlara çıxıb vaxtım bitir. Qalsın qalanlara gələn dəfə. Bir nəfər dedi ki, Həzrət Əli əleyhissalam xəlifə olsaydı, bu fütuhatlar ki var idi, baş verdi, fəthlər elədi, o ölkəni getdilər, fəth elədilər, bu ölkəni fəth elədilər, belə-belə. Bunlar olacaqdı, nə ola bilsin olmayacaqdı. İslam necə yayılacaqdı bəs? Qəşəng sözdür. İnsanlar könül xoşluğu ilə İslamı qəbul edəcəklər. İndi bəzən deyirlər qılınc müsəlmanı. O Əməvilərin bəlasıdır. O Əməvilərin bəlasıdır qılınc müsəlmanlığı. Bəlkə sözün haradasa həqiqəti var. İnsanlar könül xoşluğu ilə İslam olmaq istəyəcəklər. Yalvaracaqdılar. Bax, bu cürə bir ümmət olmuş olsaydı, hər bir insan, hər bir din mənsubu yalvaracaqdı ki, qoy mən də sizə qoşulum. Siz də belə olsaq, biz də belə olsaq, bizim sayımız bu qədər olmaz. Küçələri tutar. Biz nə ümmət ola bilirik, nə cümə ola bilirik, nə məmun ola bilirik, nə imam ola bilirik, ola bilmirik. Elə. Namazın vaxtı, namazı qılım, ya Allah, getdim təzə işlərimi dansıyacağım. Biz bu qədər müsəlmanıq, amma bu deyil. Biz Allahın yanına içimizi aparacaq. İçimizi. Biləsiniz də, Allaha pənah aparaq, şeytanın ən böyük xislətlərindən birisi həsəd idi. Adəmə həsəd üzündən elədi də, həsəd. Və insanın ən böyük bəlası, onu məhv eləyən, ruhunu əsir edən, fikirlərini əsir edən nədir? Həsəddir. Elə bilməyə deyəsin, məndə həsəd yoxdur. Gör, buradalar. Burada oturanlar heç biri mənə həsəd aparmaz. Amma yanındakı bu qabaq sıradadır, o biraz o sıradadır, ona həsəd aparar. Heç bir qaraçı padişaha həsəd aparmaz. Qaraçı digər bir qaraçıya nə edər? Həsəd aparar ki, o 50 manat yığdı, mən 30 manat yığdım. Elə də elə deyil. İndi sən dünən ki, mən heç ona həsəd aparmıram. Məsələn, imama peyğəmbərə həsəd aparmaq olar, o hara biz ara. Biz öz aramızdakı, öz mövqeyində olan insanlara amma nə edərsən? Həsəd apararsan, bax bunlara bax. Bu insanın ruhunu həbs edən, zindana salan bir şeydir. Səədi Allah rəhmət eləsin. Deyir, o həsəd aparan insan ki var, onu tutub qəfəsə salmayın. Ruh, cismi ruhuna qəfəsdir, yaşaya bilmir, partlayır. Birinin uğrunu görəndə halı elə dəyişir, ruhu elə dəyişir, gecəsi, gündüzü yoxdur o adamın. Allaha pənah o həsəd aparandan. Həsəd elədiyi zaman. Onun ən böyük dərmanı, ruhu azad eləməyin ən böyük müalicəsi bu kəlmədir. Ən tuhibbə li əxikəl muslim mə tuhibbu li nəfsik. Və tukrihə ləhu mə tukrihu li nəfsik. Özün üçün istədiyini qardaşın üçün istə. Özün üçün istəmədiyi qardaşın üçün istəmə. Sən istəyirdin yaxşı maşının olsun, istəyirdin birdən qardaşın yaxşı maşın olanda nə ol? Sevin. Hay maşallah. Əla. Sən istəyirdin yaxşı böyük evin olsun, içində də qardaşın üçün də istəməlisən də, bunu istəyirdin də. Deyə Allah hamımıza nəsib eləsin inşallah. Geniş evlər, yaxşı miniklər, halal, bol, geniş ruzular, salih, salim evladlar, bəh. Allah hamımıza nəsib eləsin. İndi görəndə ki, bir qardaşım o evdən tikdirib alıb, bəh. Axı sən istəyirdin axı onu üçün ki, ay Allah, mən də deyirəm də ki, mən istəyirəm sizdə olsun. İndi görəndə də sevinəsən. Həsəd nə oldu? Getdi aradan.
həsəd getdi aradan. Ruh böyüdü. Ruh qəfəsdən çıxanda çox böyük olur. Həsəd qəfəsindən, tamah qəfəsindən, nifaq qəfəsindən, kin qəfəsindən ruhu çıxarsın, ruh çox böyüdür ya. Onun qəfəsindədir. O cücə yumurtadan çıxanda nə boyda olur? Ya toyuq, xoruz, bir heyratı. Nə boyda olur? Böyür. Bu onun müalicəsidir. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.